Ölkəmizin qədim yurt yerlərindən biri. Bir tərəfini mavi Xəzərin suları yuyan, bir tərəfi yamacı yaşıl ormanlı dağlar olan Dəvəçi. Sinəsində şanlı tariximizin Şabran, Çıraqqala, Gilgilçay kimi ulu izləri olan, xalqımızın qədim adət-ənənələrini özündə yaşadan Aranlı dağlı Dəvəçi. Durduğumuz yerin yaxınlığında qədim Şabran şəhərinin arxeoloji abidə yeridir, yerləşir. Şəhərin qərb hüdudları uzaqda görünən Ərəblər kəndindən də bir neçə kilometr qərbə istiqamətlənir. O Şabran çayın sağ və sol sahillərində yerləşən şəhər uzunsov bir formada Şanlızəli kəndinin ərazisində bir qədər genişlənir, cənuba və şimala. Rəhmli kəndinin bir neçə kilometr aralıda yerləşən Rəhmli kəndinin aşağı hissələrində məhdudlaşır. Qorunma zolağı ilə birlikdə şəhərin təxminən 266 hektar ərazisi olduğu güman olunur. Şabrançayın sahillərində bir neçə arxeoloji qazıntı sahələri var, lakin mütəmadi gələn sel həmin qazıntı sahələrini bir qədər korlamışdır. Lakin bu gördüyümüz 5-ci qazıntı sahəsi 1 hektara yaxın ərazini əhatə eləyir və gördüyümüz ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində təndirxanalar, Azərbaycanın məşhur şairi Xəqaninin həbsxanada olduğu yer, metal işləmə təndirxanaları, qala divarlarının qalıqları, su hövzəsinin ehtiyat yığıldığı ambar aşkara çıxarılmışdır. Rəhmli kəndi, qədim Şabran şəhərinin ərazisində yerləşən yurt yeri. Odlar yurdu Azərbaycanın çox yaşayış məskənləri var. Bu məskənlər xalqımızın ulu tarixini özündə yaşadır. Bugün o torpaqda yaşayan insanlar bu torpağın daha gözəl, daha uğurlu gələcəyi üçün çalışırlar. Belə yaşayış məskənlərindən biri də qədim Şabran torpağının ətəklərində, onun bir addımlığında yerləşən qədim Rəhmli kəndidir. Rəhmli kəndi rayonumuzun qabaqcıl təsərrüfatlarından, kəndlərindən biri olub. Stalin adına kolxoz deyilirdi o vaxt. Milyoner kolxozu olub. Rayonun ilk milyoner kolxozu olub. Burada təsərrüfatın müxtəlif sahələri inkişaf elətdirir. Tərəvətçilik, bağçılıq, arıçılıq, cəmaət həqiqi mənada 50-ci illərdən başlayaraq firavan həyat sürüb. Rəhmli kəndinin çox uzaq keçmişi var. Biz dayandığımız yer qədim Şabran şəhərinin ərazisidir. Rəhmli kəndi, müasir Rəhmli kəndi bir 400 ilə yaxın tarixi vardır. Deməyim odur ki, bu kəndin də 4 əqrəbə yaşayıb. 25 olub bu şəhər, demək Ağammətli, Ağayarlı, Turablı, bir də ki, Süsənli əqrəbələri. Həmin bu əqrəbələrdən bizim Ağsun Rəhmli kəndində də var. Çünki onlarla bizim münasibətimiz həmişə olub və getmişik, gəlmişik, görüşmüşük. Qohumluq əlaqələrimiz var orada. Rəhmli kəndi Azərbaycanın, məsələn, Goranboy rayonunun Rəhmli kəndi var. İndi mən demək bilmərəm, ola bilər Qərbi Azərbaycanda da bu kəndin adı olub. Ya, məsələn, Dağıstan tərəfdə də ola bilər. Ancaq hələlik bu 3 rayonda, məsələn, Ağsun Rəhmli kəndi, Goranboyun Rəhmli kəndi. Bir də Dəvəçin Rəhmli kəndi var. Bizim kəndin dəqiq tarixini bilən yoxdur ki, neçə əsrin kəndidir. Ancaq qohumluq əlaqələri bu ölkəmizin ərazisində qohumluq əlaqələri olan yer var ki, bu da Ağsu rayonunun Rəhmli kəndidir. Burada hansı tayfalar, nəsillər yaşayırsa, Turablılar, İsiflilər, Ağaməmmədlər, Ağayarlılar, o cümlədən Ağsu rayonunun Rəhmli kəndində də həmin nəsil var. Bizim kəndin fərqli cəhəti də bir ondan ibarətdir ki, bu kənddə şərkür adamlar çox azdır. Demək olar ki, yoxdur. Hətta bizim kənddə
Məsələn, qapılarda itləri itsə saxlamırlar. Çünki bu kənddə oğurluq olan şey yoxdur. Bu kəndin böyük inkişafı başlayıb. 58-ci ildə burada böyük bir ferma tikilib, kompleks ferma. Və onun yanında böyük bir süni göl yaradıb və orada balıqçılıq da inkişaf elətdirilib, quşçuluq da inkişaf elətdirilib. Cəmaatın dolanması üçün çox böyük işlər görülür burada. Mən 500 hektar meyvə bağı salınıb burada. 1400 baş iri buynuzlu mal-qara olub, 8000 qoyunu olub bu qalxozun. Arısı olub bu, bir 10 minə yaxın quşu olub bu, inkubator sexi olub bu qalxozun. Və böyük tikintilər başlayıb tikilmə, 54-cü ildə 55 o böyük mədəniyyət sarayı tikilib burada. Xalça, yaxşı xalça çeşnisi, pirəbədil çeşnisi toxuyurdular. Qadınlar, qabaq qızlarına, analar xalça alıb mağazinə vermirdilər. Əldə əl toxunan xalçalar verilirdi. Adları yazılırdı onun üstünə. Hər övladının öz adı yazılırdı. Hələ o xalça onları özləri boyuyurdu, özləri toxuyurdu. Gülüstan boyuyurdu, gətirirdi biz üçün həmişə. Anam toxdururdu. Hər övladın adına bir xalça. Musanın adına, İbrahimin adına, Firuzənin adına, mənim adıma, Gülcihanın adına. Hərə bax belə xalçalar toxdurub, hərəmizə geyiz. Hamı, bir o büyüz yoxu, hamı. Sənətkarlardan Əl-Məmməd kişi. 90 il yaşayıb o vaxtlar. Dəmirçilik eləyirdi. Bütün o 7 kənd ara hamı onun üstünə gəlirdi. Xeyirxah qadınları mənim bibim, Əsbət bibim olub. Rəhmili kəndə su çəkdirib. Şurlar suyu çəkdirib. O vaxt 30-cu illərdə, 35-ci illərdəndir o vaxtlar. 30-cu illərdə dəyirman var idi. Bütün ara kəndlər oradan dolanırdı, çəkdirirdilər, onu üyüdürdülər. Səksənə yaxın yaşım var mənim. İndi görəcəyimizdən, biləcəyimizdən müəyyən şeylər var bu Rəhmili kəndində. Yaxşı ağsaqqallar olub, əldən tutan adamlar olub, cəmaata istiqamət verən insanlar olub, hacılar olub, kəllullahilər olub, çörək verənlər olub, Hacı Musa olub, Kəlbə Təsən kişi olub, Allah rəhmət eləsin. Kəlbal Məmməd olub. Bu adamların sayəsində kənd nəsə etmişə, çörəkli olub. Bu qala bizim qala, həmişə bizim qala. Tikmədim özüm qalam, tikdim ki izim qala. Babalarımızın qurduğu, yaratdığı möhtəşəm qalalar onların bizə saxladıqları mənəvi dəyərlərdir. Bu dəyərləri dilimiz, torpağımız kimi qorumaq müqəddəs borcumuzdur. Yadıma gələn dövrdə bu kənddə cəmi çuxuru 25 ev var idi. Keçmişdə bu kənddə Kərbəlaylar olub, hacılar olub. Hacı Musanın adını çəkmək olar, Kəlbə Kərmi kişinin adını çəkmək olar. Mecnun kişi olub. Mənim öz atam olub, Kəlbə Məmməd Həsən kişi olub. Bunlar çox çörək verən insanlar olub. Və vurtud özdə ki, o dövrdə, elə mənim öz yaşımın gələn dövrlərdə, bunlar mənim yaşımdan qabaq olan insanlardır. Mecnun əmim olub. Bunu bütün mahatəm. Deyirdilər ki, bu xocayındır. Gedir, deyir ki, biz də filankəs bizi əhliyalımızın yanına gedirik. Bizi filankəs məsələn tutub saxlayıb, bıraxmır, işlədir, neyinir. Götürərdi, gələrdi həmən adam. Gətirər çay verərdi, çörək verərdi.
Ondan sonra çörək qoyardı onlar üçün. Nə lazımsa onu eləyərdi və götürüb bir dənə də tanınan adam daxı. Bir dənə məktub verərdi ki, yəni harada sizi saxlasılar məktub çıxardı ki, mən filan kəsən adamıyam. Bax, belə insanlar olub. Çox təəssüf ki, indi elə insanlar mən yaşlaşmışam. Öz dövrümüzdə mənə çox rast gəlmir. Hansı ki, indi bolluq dövrdü, yaxşı dövrdü, şuurumuz artıb, ondan sonra nətər deyər, dünya görüşmüş, böyüyüb. Ancaq bu mehribançılığı indi görmürəm. O vaxt çox yaxşı insanlar olub. Qalxıb köç eylədi afşar elləri, ağır-ağır gedən ellər bizimdir. Ərəbatlar yaxın eylər İrağı, uca dağlar aşan yollar bizimdir. Belimizdə qılıncımız girməni, daşı dələr mızrağımın tərməni, haqqımızda dövlət vermiş fərmanı, fərman padşahındır, dağlar bizimdir. Dadal oğlum, yarın qovğa qurulur, ötər tütək davlumbazlar vurulur, neçə qoc igidlər yerə sərilir, ölən ölür, qalan sağlar bizimdir. Bəli, sağ qalan babalarımız, onların qurub yaratdıqları tarixi abidələr, qalalar, mənəvi dəyərlər bizimdir. Şanlı tariximiz, dünənimiz, babalarımızın izi, gördüyü işlər elin yaddaşında qalıb. Dəvəsi bölgəsində, Rəhmili kəndində yaddaşlarda qalan kişilərdən biri Əhməd Musayevdir. Müharibə dövründən başlayaraq bu kəndə rəhbərlik Əhməd iş eləyib. Musayev Əhməd. Bu mənim gözümün qabağında olan işlərdir. Musayev Əhməd elə rəhbərlik eləyib ki, bu kəndə əsl ağsaqqal olub. Əsl ağsaqqal olub. Bu kəndin istər xeyr işinə, istər o nətər deyərlər, indi biz o şər iş belə ölümə deyirik də, o işlərə çox yaxından kömək edib. Həqiqətən çox kömək edib. Müharibə dövründə böyük bir aclıq olub. O aclıq dövründə hamısını əl tutub. Kətdə məsələn tutalım ki, biri kütülüdür. Biri kütülüdür. Mən gördüklərimi deyirəm. Hökmən onu gedirdi, barışdırırdı və onlar da barışırdı. O elə ağsaqqal idi ki, onun sözündən çıxmaq qəti mümkün deyildi. Bayram günləri, bizim məsələn Novruz bayramımız günləri olurdu. Bax, cəmaata qoşulurdu. Gedərdi, evlərdə nə qədər qoca varsa, qadın, kişi, hamısına bayramlaşardı. Allah'ın birliğine hamd olsun. İnsanların elindən tutub. Onun məsələn, qonşuyam mən ona. Aclıq döyürdü, adamlar tökülüşürdü yollara, gəlirdi. Baxşa kətlərdən gəlirdi. Gəlirdi, onun qapısına gələrdi, bir xan bacı var idi. Allah rəhmət eləsin. Qəni onu da elə mənim bacım olub. Bir dəfə boş qaytarmazdı. Hökmən onu yedirdirərdi, çörək verərdi. Ondan sonra o evdən çıxıb gedərdi. Azərbaycanın orta əsrlər dövründə yaşamış məşhur şairi Xəqaninin həbsdə olduğu yerdir. Həbsxana binasının heç bir pəncərə yeri yoxdur göründüyü kimi, bişmiş qırmızı kərpicdən tikilib və əsl həbsxana yerini xatırladır. Xəqani burada həbsxanada olarkən özünün məşhur Həbsiyə poemasını da yazmış və Azərbaycan ədəbiyyatına gözəl bir inci qoyub getmişdir. Hər səhər qalxar göyə ah ilə əfqanım mənim. Qərq olar qanda şəfəq tək çeşmi giryanım mənim. Qurmuşam qəm məclisi, yanmış söyüd tək indi bax. Mey süzür məndən mənim üçün qanlı müjganım mənim. Yüz oyunbazlıq edər, narınca oxşar bu fələk.
Neyliyim səfra ilə odlanmasın canım mənim. Ah, oxumla hər səhər qaldım hədəf, etdim şikar. Ol qoca qurdu, ayaqdan saldı peykanım mənim. Paz kimi sardı məni dövran ki yandırsın həmən. Ah, odumla yandı, his oldu o dövranım mənim. Oxşuyur kündə ayağımda dəyirman daşına. Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim. Qoz içi tək böhnət ilə mən dayandım üz-üzə. Bağlıdır fındıq kimi zindanda hər yanım mənim. Gündüzüm qəmlə, gecəm hey Allah Allahla keçər. Dinləməzmi naləmi o həyyi sübhanım mənim. Elə qorxuncdur bu zindanda mənim hər bir gecəm. Qorxudar məhşər gününü, xof zindanım mənim. Nəzr edib tutdum oruc Məryəm kimi, Məryəm sifət, Cəbrəildən doğdu İsa, pak vicdanım mənim. Şəhərin sənətkarlıq emalatxanaları yerləşən ərazidir. Ərazidə müxtəlif sənət sahiblərinin yaşadığı və işlədiyi məlum olub. Üzbəyiz durduğumuz hissədə sümük qalıqları göstərir ki, bu ərazidə yeməkxana və yaxud qəssabxananın olduğu məlumdur. Bizdən bir qədər kənarda qala divarının böyük bürcü görünür. Bürcə yerləşdirilmiş daşların bir hissəsi Şamaxı şəhərində hazırlanıb gətirilib. Yaxın yerlərin bir hissəsində digər sənətkarlıq sexlərinin və təndirxanaların izləri qalmaqdadır. Qədim Şabran şəhəri ilkin orta əsrlərdə yaranmasına baxmayaraq, bəzi tarixçilər bu şəhərin eramızdan əvvəl şəhər kimi formalaşdığı haqqında müxtəlif rəylər söyləyirlər. Söylənilmiş rəylər sübut eləyir ki, Şabran şəhərində ilk yaşayışın eramızdan əvvəl 5-ci əsrdə olduğu bildirilir. Lakin rəsmi şəkildə qəbul olunmuş məlumata görə şəhərin əsası 5-6-cı əsrlərdə qoyulub. İnkişaf eləyən dövrü orta əsrlərdir, təxminən 9-11-ci əsrlər. Şabran şəhəri Xəzər dənizindən hal-hazırda 18-20 km uzaqda yerləşməsinə baxmayaraq, o ilkin orta əsrlərdə və sonraki dövrlərdə Xəzər dənizinin şəhərə yaxın olduğundan istifadə edən Şabranlılar Xəzər dənizindən liman kimi istifadə edirlər. Yəni Şabran şəhəri orta əsrlərin liman şəhəri də olub. Bu vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır. Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir. Geri boylanmadan yollara düşən, şimşək kimi çaxan, sel kimi coşan, hüduddan hüduda hər səddi aşan, cəbhədən cəbhəyə soranlarındır. Tarixin dilindən düşməz bu dastan, nəhərlər qazidir, dağlar qəhrəman, hər daşı bir yaqut olan bu vətən, can verməz sirrinə ərənlərindir. Gökyəyam, nə desəm ziyadə deyil, bu sevgi bir quru ifadə deyil, düşməni sən kimi röyada deyil, topun lüləsindən görənlərindir. Bu yaxınlarda Rəhimli kəndində şəhid İlqar Abbasov adına orta məktəbdə şəhid büstünün asılışı oldu. Bu tədbirdə məktəblilər şəhidləri olan böyük ehtiram və hörmətin şahidi oldular.
Bizim kəndimizdən Qarabağ döyüşlərində 8 şəhidimiz var, 2 əlil və 2 itkinimiz var. Xalqımız heç vaxt bu Qarabağ uğrunda gedən döyüşlərdə canlarını qurban verən o oğlanlarımızın heç vaxt yaddan çıxarmırlar. Onların adlarını həmişə əbədiləşdirməyə çalışırlar. O cümlədən Əhməd kişinin o nəvəsi, qız nəvəsi Ramin müəllim öz şəxsi hesabına çox da varlı oğlan deyil, çox da imkanlı adam deyil. Sadə bir insandır. O böyük Qarabağ şəhərlərinin ruhuna, xatirəsinə əbədi olaraq kənd məktəbin girəcəyində şəhidin büstünü qoymuşdur. Və həmin o abidənin açılışında Respublikanın görkəmli alimləri, şairləri, akademikləri, rayonun rəhbər işçiləri, kəndin ağsaqqalları, cavanları, gəncləri, qadınları hamısı o abidənin büstün açılmasında çox fəallıq göstərmiş və öz gül çiçəklərini həmin o büstün ətrafına qoymuşdur. Şəhidlər bizim fəxrimizdir. Onlar öz canlarını vətən uğrunda qurban veriblər. Gələcəkdə lazım olsa, bəlkə siz böyüyənə qədər bu vətən torpaqları azad olmasa, siz də yəqin onun yolundan qırağa çıxmayacaqsınız. Mən sizi xoşbəxt gələcəyə arzu edirəm sizə. Arzu edirəm ki, sizə bu qismət olmasın. Siz böyüyəndə vətən torpaqları azad olmuş olsun. Sizə bugün yaxşı oxumaq, vətəni sevmək, müəllimlərinizə hörmət eləmək və dövləti, xalqı yüksəltmək lazımdır. Doğulduğu yurtdan, eldən obadan asılı olmayaraq hər bir kəs vətənini sevməlidir. Bu sevgi olarsa vətəndə bolluq olar, qalibiyyət olar. Bu kəndin övladı kimi fəxr edirəm ki, mənim də babam bu kənddə böyük nailiyyətləri olmuşdur, iz qoyub getmişdir. Tanınmış şəxslərlə böyük dostluq münasibətlər olubdur. O cümlədən Əlağa Vahidlə, Səməd Vurğunla çox burada Rəhimli kəndində ova gediblər. Səməd Vurğun babamın qonağı olub dəfələrlə. Bir dəfə kitab mağazinə getmişdim. Orada kitabxanada işləyən bir nəfər mənimlə əlaqə tanışlıq olan bir nəfər dost dedi ki, bəs sizin babanız haqqında şeir yazılıb, onu oxumusan. Yəni mən gözlərimə inanmadım. Yəni kitabı vərəqlədim. Yəni o həmin kitab Vahid haqqında bildiklərimiz kitabıdır. Başlığında altında yazılmışdı. 1947-ci ildə gecə saat 4:10-da yazmışam. Adlı bir dənə şeir yazıb məndən bir rəhmədə salam. Dəvəçi xalqından yoxdur etirazım. Adlarını bilmirəm, adbad yazım. Rəhimli kəndinə getdiyim zaman Əhməddən razıyam 100% ilə. Ölkəmizin bütün bölgələrində olduğu kimi Dəvəçidə də quruculuq, abadlıq işləri bölgənin görkəmini, insanların maddi rifahını xeyli dəyişmişdi. 2003-cü ildən bəri Dəvəçidə 20-dən artıq yeni sənaye, mədəniyyət, təhsil, səhiyyə və digər sosial obyektlər istifadəyə verilib. 3800-ə yaxın iş yeri açılıb. Yerli Qaradağların yıxılmasın, kölgəlicə qara ağacların kəsilməsin, qamənəxan görkülü suyun qurumasın, çaparkən ağ boz atın büdürəməsin, çalışanda qara polad üz qılıncın kütəlməsin, qadı tanrı səni namərdə mühtac etməsin. Dədə Qorqud xeyir duası ilə sizdən yeni yurt yerində görüşmək ümidi ilə ayrılırıq.